Buna qanunsuzluq deyə. Orada yazıb ki, orada yazıb ki, xala. Var, mən tapıb gətirəcəm indi. Onu tapın. Orada yazıb ki, hərbi xidmətdə olduğu var. Mən tapıb gətirəcəm. Bir də sakit olun. Mən yenə deyirəm. Qeydiyyat var. Əgər bizə taxsilsə nöqsanımızı tutacaqlar. Hələ lazım deyəcəksiniz. Orada yazıb. Nə olacaq ki, bilirəm. Səsküy yox, orada açıq-aşkar şəxsiyyət vəsiqəsinin yerinə hərbi biletlə səs verir. Onun orada seriya nömrəsi var da. Fərqi Yəni öyrənmir. sənin üçün Ancaq fərqi şəxsiyyət var. və mən üçün fərqi yoxdur. Mən üçün istəyir lap Sakit. o qanunla olmalı da, beləncəsindən alınmır. Soruşuram da deyirsiniz ki, dəqiqliyi ilə. Bir dəqiqə dayan. Bir dənə səsdən mənə heç nə olmayacaqdı. Bir dənə səsdən. Xala bir dənə Əgər səsdən problem söhbət. olacaqsa mən Desin oynayacağam. yoldaşım hərbiçidir. Mənim yoldaşım hərbi vaxtla hərbiçi olub, indi istefadadır. Hə. O hərbi biletlə gəlib səs verə bilər. Bəli. Verə bilməz. Əgər şəxsiyyət vəsiqəsini alırdılar onlardan, yoxuyla şəxsiyyət vəsiqəsi. Hərbi müddət indi xidmət keçirsə, indi amma onun şəxsiyyət vəsiqəsi var. O qaqaşın şəxsiyyət vəsiqəsi var idi. O səs verə bilməzdi hərbi biletlə. Şəxsiyyət vəsiqəsi yoxdur. Yanımda yoxdur dedi. Yoxdur dedi. Elə şey mümkün deyil. Bu əsgərlik zatdır bəyəm şəxsiyyət vəsiqəsini. Yenə O deyirəm. o maddəni tapıb mənə göstərin də indi bir dəqiqə. Nə maddə? Qeyd elə özündəki bir nəfər hərbi biletlə səs verdi. Bu kişinin qızı da Bundan sonrakılar da onda gələcək. Hərbi biletlə səs qeyd verir. elə özündəki Bir dəqiqə saat 8-dən açmışıq. Hərbi biletlə- İndiyəcən hərbi biletlə gələn olur. Mən bunu gördüm, başqalarını bilmirəm. Rədd salam. Onda deməli baxmamışsınız da başqalarına bilmirəm. Sən Sən daha bir nəfər bu da etiraf eləyir ki, bilim buraxdı. Birim buraxmaqla deyil. Bir səs bəlkə həll edici oldu. Onda boş buraxaq da nə Amma olsun? onu ləğv edəcəklər də səhv olsa. Biz nə bilək o qaqaş kimə səs verdi? Bir dəqiqə. Əhmədi. Deməli, Yox, bunlar ancaq pozmaq üçün gəlir. Təxribat mənim ses Yaparsan sən dövlətə qarşı sakit bir dəqiqə. Biz də sənə müşahidət söylə, hələ biz partiyanın üzvüyük. Maşallah vecizə deyil də. Xalq söylə. Axırda bildirərsən narazılıq. Seçkin pozma. Otur cəmaatın baxsın. Sən qeydiyyat bax. Ay xala bunların müşahidəçi olmağını görürəm də heç Ay nə bala heç mən nə vecinə 25 deyil. ildir seçkilərdəyim. Sakit ol, bax o tərəfə. 25 Sənin ildir yaşın qədər. mənim yaşımdan da Ya, çoxdur. haqq tərtibli çıxarır. Razı olun müşahidə edin. Baxın da mənim üçün fərqi yoxdur. Mən fakt Səhərdən bir dənə nöqsan tutmaya belə Niyə görə vəsiqələr vəsiqələr nə edir? vəsiqələr, şəxsiyyət vəsiqələrin kimdə yazmaqda istəyirsə, tez verin seçki qabağa. İndiyə qədər seçkilərə müşahidə edin. Yəni ki indi arif həsbin var sənin. Sən bilməlisən ki, hərbi bilet şəxsiyyət vəsiyyətidir. Ay, ay, ay. Hər dəqiqə baxışına da. Daha etibarlı sənətdir. Bu kişinin qızı da etibar eləyir. Belə etiraf eləyir. Qeyd elə ki, xanım ay dayı, şəxsiyyət vəsiqəsi yoxdursa, hərbi bilet keçərlidir. Qardaşım, onu o etiraf eləyir ki, bir nəfəri bundan biz də qeyd eləyirik, sən də qeyd elə ki, bəli, bir nəfəri hərbi biletə verdi də. Elə şey olur. Onda metrika ilə gələndə də deyək ki, həndə daha şəxsiyyət Metrika vəsiqəsi. mümkün deyil. İki sənət var əsas. Hərbi bilet şəxsiyyət vəsiqəsi. Onu kimsə yazacaq o hərbi biletlə səs veriləni. Zabitin hərbiçi getdi. Özü etiraf eləyirsən, nə səs onu yazmağa ehtiyac var. İndi heç kim yəni müşahidəçilərdən qol çəkməyəcək də. Zabitin hərbi biletini şəxsiyyət vəsiqəsini Xala dedi ki, mən dəqiq bilirəm ki, hərbi biletlə səs vermək olar. Getdi maddə gətirdi. Orada da yazılıb ki, hərbi hissədədirsə. yox, istəmək istə deyil. Ümumiyyətlə əsgərdirsə də, Gətirin onu göstərin də bəylərə. əsgərdirsə də, hərbi istədə əsgər. O əsgərdir indi, hal-hazırda əsgərdir. Yox, da Bir dənə xalq deyil, biz bunu forlanmış kimi ləğv edərik. Başqa bir də burada nə var ki?